bir qayda olaraq İlham Əliyev çıxış edəndə komment funksiyası bağlanılır. Məsəl üçün ASTV-yə bu saat girin, comments turned off, yəni orada şərh buraxmaq mümkün deyildir. Amma bayram günü olduğu üçün mən təxmin edirəm ki, İctimai TV-də buna nəzarət edən şəxs, yəni kommentləri silən, yaxud ona kontrol edən şəxs ya şəxslər istirahətdədir, iş yerinə çıxmayıb və ona görə də təsadüfən komment bölümü açıq qalıb və biz görürük ki, kommentlər açıq qalanda adamlar həqiqətən öz fikrini ifadə edə biləndə əslində onlar nələr deyirlər. Bu bizim üçün çox az imkanlardandır ki, görək ki, adamların reaksiyası doğrudan da nədən ibarətdir? Çünki İlham Əliyevin birinci sözü bundan ibarət olur. 2025-ci il xalq hökumət ili olmuşdur. Bir-birinin yanında oldular və gəlin baxaq görək əslində adamlar bu kommentlərdə nələr deyirlər. Mən əgər hələ açıqdırsa bunu göstərmək istəyirəm. Ümid edirəm ki, hələ bağlanmayıb. Bəli, adamlar nə yazırlar? Benzinin 5 qəpiyi bu çıxışın vergülü, Salyarkanın 10 qəpiyi isə nöqtəsidir. Ermənistana 95 benzin, xalqa isə qiymət artımı. Xalqın başı sağ olsun, xalq bu başa layiq deyil. Danışdığından gözlə görünənlər üst-üstə düşmür, tərsdir. O təbrikin də, müraciətin də qiymət artımları ilə etdi. Başqa sözə ehtiyac yoxdur. Diktatorlar cəhənnəmə getsin inşallah. Bunu İlham Əliyevin çıxışının altında yazırlar. Prezidentin çıxışı, millət necə tarac olur olsun, nə işim var? Düşmənlərə möhtac olur olsun, nə işim var? Sonra yazırlar, cəmaat acından ölür, danışma, uğurlu, muğururlu. Qiymət artımı ilə təbrik etdiniz artıq. Daha sonra yazırlar, yalansa bayramınız qara gəlsin. Daha sonra lider, я не знаю, что подорожало, что подешевело. Kişi tarix yazdı. Belə bir komment yazan da var. Düzdür, o adamın nickname'i Aliyevdir. 2026-cı il inşallah Əliyevlər, siz demokratik öz vətəndaşına dəyər verən siyasi məhbuslarsız bir ölkə qurmağı arzu edirəm. Qoy 2026-cı il bir ailə hakimiyyətindən qurtuluş ilimiz olsun. Əziz həmvətənlər, dünya Azərbaycanlıların həmrəylik gününüz mübarək. Daha sonra yazırlar, bu millətə nə edirlərsə azdır. Mən bunları açığı birinci dəfədə oxuyuram. Mən Facebookda oxumuşdum. Bunları sadəcə olaraq indi ilk dəfə oxuyuram. Hələ də ermənilərdən canımız qurtarmayıb. Hansı şəhidə yardım etdiniz? Ay qazilərimizə nağıl danışırsan. Sağ olun cənab prezident. Bax belə yazan da var. Əliyev Putler 5.0. Yeni ildə inşallah Allah yeni nailiyyətlər qazanasınız. Xaricdə yaşayan Azərbaycanlılardan biri olsam da ümummilli liderimizin şüarı həmişə ürəyimizdədir. Buna isə adamlar cavab yazırlar. Mən elə bilirdim Şamil adında bir heç vaxt yaltaq olmaz. Təəssüf ki. Daha sonra oxumayım. Talış olduğumuz və s. Digər şərhlərdə благодарим, мы тоже присоединяемся. Amin. İndi isə gəlin mən sizə Facebook'un bircə saniyə. Əziz izləyicilər, biz baxıb görürük ki, bax bir dəfə fürsət olan kimi insanlara, sizə xalq olaraq bir dəfə danışmaq şansı verilən kimi siz ürəyinizdə olan sözləri yazırsınız, deyirsiniz. Deməli, indiyənə qədər İlham Əliyevin öyündüyü o sabitlik, o səssizlik, o güya stabillik əslində xalqla hakimiyyətin əməkdaşlığı və yaxud da birliyi, həmrəyliyinin nəticəsi deyil. Bunu İlham Əliyev özü diliyinə inansaydı, o da bayram günü, misal üçün baxırıq ki, Ermənistanın prezidenti Paşinyan xalqın içində oynayır, əl-qol açır, qeyd edir bayramı, müharibədə uduzdular və dərhal seçkilərə getdilər, Paşinyan yenidən seçkiləri qazandı və s. Xalq hakimiyyət birliyi o cür olur. İndi deyəcəksiniz ki, Ermənistandan misal çəkirəm. Əlbəttə, mən də istəməzdim Ermənistandan misal çəkim. İstəyərdim, misal üçün İrandan misal çəkim. Amma çox təəssüf ki, regionumuzda olan reallıq hələ də bu cürdür. Buyurun, Sevinç xanım. Bəli, mən aça bildim. Onun üçün indi göstərə biləcəm. Beləliklə, İlham Əliyevə bu müsahibəsi, daha doğrusu xalqa müraciət edərkən adamlar
ictimai televiziyanın sosial Facebook səhifəsində nələr yazırlar. Ölkədə özbaşınalıq günü-gündən artır, qiymətlər artır, yaşayış səviyyəsi düşür. Bununla maraqlanaq bəlkə. Mikrofonunuzu bağlayardınız zəhmət olmasa. Daha sonra, nədənsə xalq bunların heç birisini hiss etmir. Digər izləyici yazır, cəmaət də deyir, dalımızı dağıdan kimdir? Daha sonra, sərhədləri açın. Digər izləyici yazır, hə, elə o güclü dövlətdir, vətəndaşını bir tikə çörək üçün xaricə qaçırtdır. Öz ölkəsində kölə kimi bir tikə çörəyə möhtac edir. Digər izləyici yazır, əslində bir küçədə yaşayan 7-8 nəfər qonşu da həmrəyliyini itirib, nəinki xalq. Azərbaycanda yaşayan Azərbaycanlıların arxasını dağıtmısan, qalıb dünyada yaşayanlar. Digər izləyici yazır, Tarif Şurası dayanıb arxamızda, hər büdrəyəndə qiyməti qaldırır. Digər izləyici yazır ki, bəs Tarif Şurasına əmri verən kimdir ki? Digər izləyici yazır, sənin rəhbərlik etdiyin xalq dövlət zəlzələdən partlamış bina kimidir. Xalqdan xəbərin yoxdur, xalqın səsi sənə çatmır və ya eşitmək istəmirsən, Allah haqqı. Digər izləyici yazır, sərhədlər açılsın, dünyadakı Azərbaycanlılar maşınla səyahət edə-edə öz ölkələrinə gəlsinlər. Digər şərhdə, mən Azərbaycana gələndə elə bilirəm, hər yer öz doğma elimdir, vətən torpağı başqadır, yaxşı da, pisi də özümüzünküdür. Ona cavab verirlər, nə qədər ki cibinizdə pul var olanda. Digər izləyici yazır, sərhədləri açın, insanlar normal gediş-gəliş etsin. Başqa bir şərh, kommunaldan tutmuş hər şey qalxdı. Bəlkə biraz yavaşlayaq, yazır o bir şərh vətəndaş. Digər izləyici yazır, utanmadan yalan danışmaq hər igidin işi deyil. Afərin bu oğula, yəni yalan danışır. Düşünürəm, yoxsul xalqın rəhbəri olmaq istəməz. Digər şərhdə oxuyuruq. Azərbaycan hakimiyyəti özünə məxsus şəkildə qiymət artırımları ilə xalqı təbrik etdi. Digər şərhdə, bu həmrəylik günündə şərlənib zindana atılan atanın uşaqlarına kim baxacaq, cənab prezident? Sizin qanunlara əməl edən xalqını siz sevən oğlan zindanda əzab çəkir. Bax, bu çox yaxşı bir şərhdir. Digər şərhdə oxuyuruq. İşıq, pulum, aylım, gəlirim olmadıqda mənim ailəmdə nə xoşbəxtlik olacaq? İşim, pulum, aylıq, gəlirim olmadan mənim ailəmdə nə xoşbəxtlik olacaq? Yalandan boş-boşuna danışırlar. Sosial mənə düşmür, amma deyirlər sənə düşür. Mən dövlət işində işləyirdim və sosiala mənim ehtiyacım yox idi. Ona cavab verirlər, yəqin mənim kimi kimsəsiz və yaltaqlanmağı bacarmırsınız, ona görə düşmür. Digər şərhdə oxuyuruq, Tarif Şurası ilə bunu yetərincə hiss etdirdiniz. Dəhşət. Düzdür, vətən hamının vətənidir, onu çox sevirəm, amma içində döndükləri xaricilərə bir zamandayıq, elə bir ölkədəyik ki, hər şeyə dözmək məcburiyyətindəyik, elə bil, nə deyim, Allah hər haqsızlığı görür. Digər şərhdə oxuyuruq, sənə heç kəs inanmır. Başqa bir şərh, sənin ətrafında olan tulalardan başqa heç kim inanmır. Baxın, iki şərh demək olar ki, eyni fikri, amma müxtəlif izləyicilər çatdırır. Sənin ətrafında olan tulalardan başqa heç kim inanmır, yazırlar İlham Əliyevə. Digər şərhdə oxuyuruq, xalqı fikirləşən olsaydın, rifahını yaxşılaşdırardın, amma qiymətləri qaldırırsan. O bir şərhdə oxuyuruq, güclü Azərbaycan dövləti uşaq pulu verə bilmir, çox vacib gəlir deklarasiyası haqqında qanunu işlək edə bilmir. Əhalinin yarıdan çoxu pensiya yaşına çatmadan dırnaq arası cənnətə gedirlər. O bir şərhdə oxuyuruq, insanlar o qədər dəyərlidir ki, günü-gündən qiymət artır, insanlar əzilir, amma buna baxmayaraq sizə qurban olum. Yazılar qorxurlar həm də. Digər şərhdə oxuyuruq, bütün rəyləri oxudum, bir dənə də razı rəy görmədim. Xalq bu rejimdən bezib, partlayış qaçılmazdır, bir qığılcım bəs edəcək.
O biri şərhdə oxuyuruq. Bu xəbərin altında yazılan bütün kommentləri oxuyun. Bu kommentləri yazan xalqdır. Bəs bu videoda hansı xalqdan söhbət gedir? Onu başa düşmədim. Digər şərhdə oxuyuruq. Bir vətəndaş kimi belə dövlət başçısı olmaqdan utanıram. Bir dövlət başçısı nə qədər yalan danışar, nə qədər öz vətəndaşına zülm edər. O biri şərhdə oxuyuruq. Güclü Azərbaycanın sadə kasıb vətəndaşı 1000 manat tapa bilmir ki, Borçalıda yaşayan qoca ata-anasını ziyarət etsin. Dəhşət. Ona cavab verirlər. Heç olmasa yaxın qohumu olana, xəstəyə icazə vermirlər. Çox şərəfsizliklə üz-üzə qalmışıq. Digər şərhdə oxuyuruq. Sərhədləri açın. Azərbaycanın insanların daha yaxşı həyat üçün tərk etməyə çalışdığı ölkədən xaricdə yaşayanların qayıtmaq istədiyi ölkəyə çevirin. Xahiş edirik. O biri şərhdə oxuyuruq. Xalqın dalında duran dövlət körpələrə uşaq pulu verir. Onların tam sağlam böyüməsi üçün onlara dəstək olur. Bu sözləri evimdəki 4 yaşlı uşaq xahiş etdi ki, sizə çatdırım. Digər şərhdə İlham Əliyevə yazırlar. Həmrəylik sözündən adam utanır. Vallah, sərhədlər bağlı, biz necə həmrəyik dünya Azərbaycanları ilə. Digər şərhdə yazırlar. Xalq niyə hiss etmir bəs bunu? Yəni İlham Əliyevin dediklərini. O biri şərhdə oxuyuruq. Onda çox xahiş edirəm, dövlət müəllimdən heç olmazsa uşağa yol pulu almayın da. Uşaqlardan yol pulu da alırlar. Digər şərhdə isə İlham Əliyevə yazırlar. Xalq neyniyə bilər, ağa bala, hamınız fikirləşin. O biri şərhdə oxuyuruq. Əli Kərimli başda olmaqla bütün siyasi məhbuslara azadlıq. Digər şərhdə yazırlar. Xalq çox fantastika filmləri sevir. Növbəti şərh. Necə lazımdır, təbrik etdi, sağ olun. O biri şərhdə oxuyuruq. Biz bilməliyik ki, sən bizi acından qıracaqsan. Astarada işıq yoxdur, inkişafdan danışırsan. O biri şərhdə yazırlar. Millətlə məzələnir. İlham Əliyevin çıxışına reaksiya. Millətlə məzələnir. Digər şərhdə oxuyuruq. Pandemiyada 190 AZN məsələsində gördük. Çünki İlham Əliyev deyirdi ki, dövlət, xalq, vətəndaşın arxasında da ona cavab yazırlar ki, pandemiyada 190 AZN məsələsində gördük. O biri şərhdə oxuyuruq. Yeni ilin təbriki gəldi, özü də necə? Yəni, qiymət artımı nəzərdə tutur. Siz xalqın arxasını dağıtdınız, ay üfürçək. Mən bilmirəm üfürçək nədir, amma yəqin ki, yaxşı bir şey deyil. Mən o gücü hiss etmirəm. İlham Əliyev deyirdi ki, Azərbaycan vətəndaşı öz arxasında dövləti hiss edir. Ona cavab verirlər ki, mən o gücü hiss etmirəm. Növbəti şərhdə oxuyuruq. Xalqın bundan xəbəri yoxdur. Növbəti şərh. Axırıncı təbriki olsun. Digər şərh. Faciə. Növbəti şərhdə oxuyuruq. Əvvəllər kommentlərdə çoxlu trollar olardı. İndi onlar da yoxdur. Deyəsən artım onlara da təsir edib. Ona cavab verirlər. Pul çatmır. Digər şərhdə İlham Əliyevə yazırlar. Babam Heydərin ruhu şad olsun. Lakin babam Heydər qorxaq və qorxaq olmayıb. Nur içində yat baba. Nə deyim vallah. Digər şərhdə yazırlar. Niyə bu cəmaata zülm edirsiniz? O biri şərhdə oxuyuruq. Az qalıb və Şimali Koreyanın lideri Kim Jong-un'un videosunu paylaşıblar ki, az qalıb. Və növbəti şərh. Qiymətlərin qalxması münasibətilə biz də dövlətimizi təbrik edirik. Növbəti şərh. Dövlət canavar kimi basıb xalqı parçalayır. Arxasında ovlamaq üçün dayanar ancaq. Digər şərhdə yazırlar. Bodrumdakı mandarin orientalın əziz canına and olsun ki, xalq sənə dırnaq arasında güvənir. Valla bu cəmaat şir ürəyi yeyib. Mən təsəvvür edin ki, sadəcə olaraq bir dəfə təsadüfən açıq qoyublar cəmaat nələr deyir. Bodrumdakı mandarin orientalın, yəni aydındır ki, İlham Əliyevin ailəsinin atelidir. Digər şərhdə oxuyuruq. Bu qədər qınağı görməyənin gözü kör deyil, sadəcə öz bildiyini edir. Necə olacaq sonumuz? Mən şəxsən Azərbaycanda yaşamıram və yaşamaq da istəmirəm. Səbəblər bəlli, Azərbaycanda sülh və sakinlik var, amma stres ondan da çox. Növbəti şərhdə oxuyuruq. Bəlkə biraz da yavaşlayaq, hə? Digər şərhdə İlham Əliyevə yazırlar. İli ildən ölkə olaraq da, xalq olaraq da geri gedirik. Aclıq olsun, keyf olsun şüarı ilə yaşayan xalqa dönmüşük artıq. Digər şərh, qaz ver.
O biri şərhdə oxuyuruq. Allah insanlara göndərdiyi İslam dininin aliliyinə maneələr olmamalıdır inşallah. Xoşbəxt yaşaya bilmirəm, bəzi hüquqlarım pozulur, halallıq vermirəm xoşbəxtliyimi əlimdən alanlara. Növbəti şərt İlham Əliyev yazırlar. Rusiya diasporunda bəzi dələduzları nəzərdə tutur. Quldur diasporu müdafiə edir. Yəni Əliyev deyir ki, vətəndaşları biz müdafiə edirik. Ona cavab verirlər ki, yox, sən Rusiyada yaşayan quldur diasporunu müdafiə edirsən. Növbəti şərt. Bir şey qalmayıb. 27-yə çətin çıxaq. Növbəti şərtdə oxuyuruq. Mübarək elədi. Tarix Şurası necə lazımdır? Bir saniyə, mən hələ yarısına gəlib. Şərhlər davam edir dostlar, biz ardını oxuyuruq. Yəni belə şey olmayıb həqiqətən də bu qədər cəmaatın necə də ürəyi doluymuş. Qayıdıram və ardını oxuyuram. Ona görə millət ölkəni qoyub iş üçün xaricə gedir də. İş yox olanda da çox aşağı maaş və başqa hüquqsuzluq. Növbəti şərti oxuyuruq. Millətinə düşmən kəsilməkdən başqa nə iş görülür ki bu ölkədə? O biri vətəndaş yazır. Müharibə qurtarmayıb hələ. Çünki doğrudan da İlham Əliyev yeni il müraciətin böyük hissəsini müharibəyə həsr etdi. Növbəti şərtdə izləyicimiz yazır. Daha doğrusu ictimai televiziyanın izləyicisi yazır. Ay burada yazan cəmaat. Dəqiq hamınız Azərbaycanda yaşayırsınız da, hə? Növbəti şərh. 2026-da dövlətimiz millətə ən böyük hədiyyəsini etdi. Elə ilk gündən yanacağın qiymətini qaldırdı ki, kasıblar əziyyət, məmurlar kef çəksin. Digər şərtdə oxuyuruq. Azərbaycanlıların bahalanma ilə təbrik edirəm, deyir. Növbəti şərh. Millət hiss etmir, əksini görür. Yəni İlham Əliyev nə danışırsa ona yazırlar ki, millət hiss etmir, əksini görür. Növbəti şərhdə ictimai televiziyanın izləyicisi yazır. Kredit götürüb bu ölkədən çıxıb gedəcəm. Mənə elə gəlir insanların gün güzaranından xəbəri yoxdur. Kasıb cəmaat nə yeyir, içir deyə. Növbəti şərh. Biz dözümlü millətik. Gülüş işarəsi. Növbəti şərhdə İlham Əliyevə yazırlar. Gələcək gənclərin olması üçün uşaq pulu verilsə yaxşıdır. Onda artım yox, artım çox olar, millətimiz çoxalar. Digər şərh. Yaxşı dana və gülüş işarəsi. Başqa şərhdə İlham Əliyevə yazırlar. Deyir, sizi özüm qıracam. Növbəti şərh. 2025-ci ilə şükür deyəcəyik. Növbəti şərh. Axı Zahid Oruc deyir, sərhəddir. Güneyliləri İsrail bombalayasıdır. Biz tərəfə gələ bilməsinlər. Orada qırılsınlar deyə bağlamışıq. Adamların ürəyi doludur valla. Növbəti şərtdə oxuyuruq. Kasıblar evinizə bir tikə çörək ala bildiniz bu bayram günündə. Zibilliklər çörəklə doludur. Növbəti şərtdə İlham Əliyevə yazırlar. Sərhədlə bağlı ölkədə qanunun aliliyi sıfır səviyyəsində. İnsan haqlarının ümumiyyətlə danışmağa dəyməz. Korrupsiya, monopoliya, iqtisadiyyat sıfır. Bu yüklə yeni ili keçiririk. Buna görə sizə dırnaq arasında minnətdar olmalıyıq. Növbəti şərh. Dövlət var ki, aygic nöqtələr. Növbəti şərh. Deyəsən çox yabaşlaşmısan. Bir müsbət rəy görmədim. Növbəti şərh. Dünyadakı Azərbaycanlıların 90%-i Azərbaycandan bir tikə çörəyə görə gediblər. Bunun cavabdehi rejimdir. Digər şərtdə İlham Əliyevə yazırlar. Sərhədlər bağlı qaldığı üçün vətəndaşlar Azərbaycana yalnız 1500-1800 dollar bilet alıb təyyarə ilə uça bilər. Bu da xalqın cibinə zorla girmək, onu qanunsuz şəkildə soymaqdır. İndi isə 2026-cı ilə qədər sərhədlərin yenə bağlı qalacağı deyirlər. Minlərlə, milyonlarla vətəndaş ölkəsinə girə bilmir. Belə vəziyyətdə hansı vətənpərvərlikdən danışırsınız? Xalqını ölkəsinə buraxmayan hakimiyyətin vətən sevgisindən danışmağa mənəvi haqqı yoxdur. İctimai televiziyanın Facebook səhifəsində İlham Əliyev və növbəti şərhlər. Vallahi heç həmrəylik görmədik. Hamı borcun, yoxsunluğun içərisində də boğulub batır. Bax, buna görə dostlar, siz indi görürsünüz ki, nə üçün şərhləri bağlayırlar da. Davam edinmi? Bir saniyə, yoxsa artıq vəziyyət aydındır. Mən hələ Abid bəy gülür. Abid bəy, mən tamam, hələ yarısını... Mən düşünürəm ki, fürsətdən istifadə eləmək lazımdır. Mən buradan jurnalist və blogerlərə çağırış edirəm ki, nə qədər o şərhlər açıqdır. Gözəl bir veriliş çəkin. Bütün şərhlərə toxunun, oxuyun, şərh verin, izah eləyin.
xalqla ünsiyyəti qurmaq lazımdır. Bilirəm, bütün blogerlər, jurnalistlər hamı çalışır, mübarizə aparır, diktatora, zalim istibdad rejimə müqavimət göstərməyə çalışır. Hər kəs öz vəzifəsini, missiyasını yerinə yetirsə, əlbəttə ki, nəticə əldə olacaq. Düşünürəm ki, bu səhvi buraxıblar, Sevinç xanım. Biz çoxdandır arzulayırıq ki, Azərbaycan xalqı danışsın, öz fikrinin daxilində olan narazılığı üzə çıxartsın. Əziz izləyicilər, baxın, razılıq insanın daxilində olan bir hissdir. Bir insan əgər narazı olursa, ki, sözlərin kökləri eynidir, bu bunun daxilində olur. Yəni, narazılıq hələ daxildədir. Nə vaxt ki, daxili narazılıq bayıra çıxır, fərqi yoxdur insanın dili ilə və yaxud da əməli ilə, mövqeyi ilə, hərəkəti ilə, etirazı ilə. Bu olur etiraz. Düşünürəm ki, insanların daxildəki narazılığının üzə çıxarılması üçün bu həqiqətən də bir göstəricidir Sevinç xanım və fürsətdən istifadə edib məxsusi bir çəkiliş eləmək lazımdır. Bütün şərhlərin hamısı oxunmalıdır. Çünki düşünürəm ki, bəlkə də bir neçə müddətdən öncə bağlayıb hamısını da siləcəklər. Bax, budur. Buna görə hakimiyyət illərlədir ki, sən Azərbaycan xalqını danışmağa qoymur. Nəinki ASTV sənin üzvə bağlıdır, bir çox ölkədə fəaliyyət göstərən kanallar belə sənin üzvə bağlıdır. Abzas Medianın, Toplum TV-nin, Meydan TV-nin, Hürriyyət TV, Vüqar Məmmədovun, bütün bunları ona görə şərləyib həbs edirlər o jurnalistləri ki, sən etiraz edəndə, sənin o narazılığı, haqlı etiraz səsini xalqa duyura bilməsinlər. Sənin o etirazın elə daxildə qalıb orada da boğulsun, orada da çürüsün və məhv olsun. Ona görə düşünürəm ki, bu artıq deyirlər ki, davam edin. Mütləq davam etmək lazımdır. Azərbaycan xalqı danışır. Oxuyun. Mən ona görə qayıdıram şərhlərə. Məmnuniyyətlə izləyirəm və dinləyirəm. Narahat olmayın. Çünki bilirsiniz, bu şərhləri aydındır ki, siləcəklər. Aydındır ki, onlar qalmayacaq. Rıza bəy yazır ki, mən çıxım, müsahibəm var. Bəli, problem deyil Rıza bəy. Yəni, bilirsiniz, bu həqiqətən unikal bir situasiyadır. Çünki İlham Əliyev həmişə monoloq söylüyor. İlham Əliyev heç vaxt xalqını eşitmir. İlham Əliyevin olan çıxışlarına olan reaksiya onun pullarla saxladığı troll politoloqlardır. Troll jurnalistlərdir. Bu dəfə isə biz xalqın səsini eşitməkdə. Yəni, sadəcə olaraq kimsə işə çıxmayıb, bayram günüdür və İctimai TV-nin Facebook səhifəsində trolları bloklamaq mümkün olmayıb. Ona görə cəmaət öz ürəyini boşaldır. Bu həqiqətən də bir unikal vəziyyətdir. Ona görə mən hesab edirəm ki, həqiqətən də biz davam edirik və oxuyaq görək daha başqa nələr yazır vətəndaşlar İlham Əliyevin bu çıxışlarına diqqət. Mən yenə qayıdıram oxumağa. Beləliklə, sərhədlər bağlı qaldığı üçün vətəndaşlar Azərbaycana yalnız $1500-1800 bilet alıb təyyarə ilə uça bilir. Bu da xalqın cibinə zorla girmək, onu qanunsuz şəkildə soymaqdır. İndi isə 2026-cı ilə qədər sərhədlərin yenə bağlı qalacağı deyilər. Minlərlə, milyonlarla vətəndaş öz ölkəsinə girə bilmir. Belə vəziyyətdə hansı vətənpərvərlikdən danışırsınız? Xalqını ölkəsinə buraxmayan hakimiyyətin vətən sevgisindən danışmağa mənəvi haqqı yoxdur. Çox gözəl cavabdır. Başqa bir şərtdə yazılır. Vallahi heç həmrəylik görmədik. Hamı borcun, yoxsulluğun içində boğulub qalır. Növbəti şərtdə gülüş işarələri, növbəti şərtdə biri yıxılıb yerdə ha-ha-ha, növbəti şərhdə qəzəb emojisi, İlham Əliyev nə danışırsa ona qəzəblə cavab verirlər. Növbəti şərhdə İlham Əliyevə cavab yazırlar. Arxamızda dayanmayıb, dayıyıb türkün məsəli. Növbəti şərhdə haqsızlığa yaltaqlanmağa ehtiyacım yoxdur. Çünki mən sevmirəm yalanla kimlərinsə yalanını aldatmaq. Bəy. Növbəti şərh, görən İlham bu yazılanları oxuyurmu? Növbəti şərh, at ilidir, çapacaqlar bizi. Növbəti şərh, dövlətimin altındayam. Dəhşətdir. Çünki o deyir ki, dövlət sizin arxanızdadır. Növbəti şərh, niyə maaş qalxmadı, pensiyalar qalxmadı, quru sərhədləri açmırsınız, hər gün bahalaşma, niyə xalqı aldadırsınız?
İlham Əliyevə yazırlar. Nağıl danışa milləti verdin yuxuya. Bütün problemi yüklədin xalqın belinə. Digər şərtdə İlham Əliyevə yazırlar. Ölkədə uşaq pulu verilmir. Növbəti şərh. Bu boş yalanlara nə vaxta qədər qulaq asaq? Növbəti şərh. Ağlamaq işarəsi və daha sonra emojilər. Mən həqiqətən, yəni siz sadəcə olaraq bir kanalın bu nümunəsidir dostlar. Yəni təsəvvür edin ki, əgər İlham Əliyev müsahibələr versə jurnalistlərə, Osman qızı kanalına, başqa blogerlərə, əgər sizin suallarınızı qəbul etsə, təsəvvür edin ki, nə olar? Yəni biz tamamilə başqa bir xalqın səsini həqiqətən də eşitmiş olur. Yoxsa monoloq söylə, səni tərifləsinlər və salam.